Handbol üzrə Azərbaycan çempionatında birinci turun növbəti oyunları keçirilib. AHF Arena İdman kompleksi təşkil olunan ikinci yarış günündə 2 maç oynanılıb. Kişilərin mübarizəsində Dinamo təhsil görüşü maraqlı idman mübarizə şəraitinə keçib. İlk hissəni 18-14 hesabı ilə irəlidə tamamlayan Dinamo handbolçuları bu üstünlüyü sona kimi qoruya bilib. Rəqibin ciddi müqavimətinə baxmayaraq oyun Dinamonun qələbəsi ilə yekunlaşıb. 33-30. Qadınlar arasında keçirilən qarşılaşmada isə İdman Akademiyası Bakıya qalib gəlib.